Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 45-ci dərs. Suallar və cavabları. Şəkildə gördüyünüz kimi hər zaman bizim suallarımızda öncə hansı məna doğrudur gəlir. Mən üzrlü bilim səhhətimlə bağlı oxumayacağım. Çünki oxuduqca daha çox narahat oluram. Ona görə də sizi narahat etmək istəmirəm. Sadəcə olaraq şəkilləri gözlərindən keçirəm. Hansı variant düzgündür, yaxud hansı variant düzgün cavabdır. 5 test var. Ardınca yadınızdadırsa test olanda düzgün tərcüməni müəyyənləşdir. Orada 5 sual var idi. Sonra əlavə bir sual var idi. Yenə 5. Bu səfər düzgün tərcümələri müəyyənləşdirin qeyd olunan yerdə artıq 15 dənə belə deyək, ibarələrə oxşar bir cümlələr var. Biz onu artıq ibarəni bu formada, test formasında tərcümə edəcək. Belə daha rahatdır və o ibarələr fikir verirsə axırıncı son 2 ya da 3, bilmirəm, dəqiq yadımda deyil, yığışdırılıb və onun yerinə praktiki çalışma qeyd olunub və yadınızdadırsa bir dəfə də 2 dəfə ayələrin belə deyək, surələrin adı və ayələr qeyd olunmamışdı. Sonra digərlərində sağ olsunlar ki, qeyd etdiblər. Burada gördüyünüz kimi düzgün tərcümələri müəyyənləşdirin yerində birinci cümlədə özünüzü qeyd olunub, amma üzünüzü olmalıdır. Çünki vəchu sözü üz deməkdir. Vəcahu, yəni burada hu qayıdır mən sözünü. Ona görə üzünüzü, daha doğrusu üzünü kimi qeyd olunmalıdır. Və gördüyünüz kimi 8 test buradadır və ardınca 15 testə qədər qeyd olunub. İndi isə keçid alırıq belə deyək, testlərimizin cavablarına. Əgər bu şəkilləri istəsəz görmək, çoxunuz bilirsiniz artıq Telegram kanalda məfahim dərsimiz var və orada bu gördüyünüz videoda olan şəkillər hamısı orada yerləşdirilib. Əgər istəsəz screenshot da edə bilərsiniz. Cavablar isə hansı məna doğrudur? 1B, 2A, 3A, 4B və 5B'dir. Hansı variant düzgün cavabdır? 1A, 2A, 3B, 4A, 5B'dir. Düzgün tərcümələri müəyyənləşdirin olan testdə isə 15 testimiz var. İlk 9 testimiz A, B, B, A, B, A, B, A. Sonuncu 10-dan 15-ə qədər isə A, B, A, B, A, A. Esselamu Aleyküm və Rahmetullahi və Bərəkatuhu.